Hər kəs salam. Mən bu il Respublika Fənn Olimpiadalarının tarix üzrə final turunda qızıl medal qazanmış şagirdlərindən Məmmədova Xədicə. Bu mənim YouTube-da ilk videomdur. Biraz çaşqınlıq, proqramsızlıq ola bilər. Bunun üçün üzrlü sayın. Bundan sonra ardıcıl olaraq dərs videoları yüklənəcək kanala. Mütləq şəkildə izləmədə qalın. Və bunu deyim ki, mənim shorts videoma nəzər salmağınızı tövsiyə edirəm. İyunun 1-dən dərslərə başlayırıq. Yəni qoşularaq çox faydalı nəticə əldə edə bilərsiniz. Keçək indi əsas mövzumuza. Əvvəlcə ELFO-ya yeni qoşulanlar üçün. Deməli, əvvəlcə ELFO haqqında ümumi məlumat verim. Çünki ELFO-ya, yəni Respublika Fənn Olimpiadalarına hələ yeni qoşulan uşaqlar var ki, onlar az məlumatlıdırlar və ya heç məlumatlı deyillər. Deməli, Respublika Fənn Olimpiadaları 3 mərhələdən ibarət olur. Birinci mərhələ əsasən dekabr ayında, ikinci, üçüncü mərhələ isə ardıcıl olaraq fevral, aprel-may aylarında olur. Siz Respublika Fənn Olimpiadalarında əyarından asılı olmayaraq medal qazanaraq tarixin sizə təklif etdiyi 8 fakültədə oxuya bilərsiniz. Deməli, mən bu uğuru necə qazandım? Əvvəlcə qarşıma hədəf qoydum. Siz də qarşınıza mütləq şəkildə hədəf qoyun. Bu hədəflər demirəm böyük hədəflər olsun, bu hədəflər kiçik hədəflər də ola bilər. Sonra siz zaten öz istəyinizə uyğun olaraq bu hədəfləri böyüdə bilərsiniz. Əvvəlcə ən kiçik hədəfiniz məsələn deyirəm. Ən kiçik hədəfiniz məsələn olsun ki, mən finala vəsiqə qazanım. Ondan sonra hədəflərinizi böyüdün, medal alım, qızıl alım. Bu kimi şeylərlə hədəflərinizi böyüdə bilərsiniz. Amma özünüzə qalibiyyəti yaraşdırdığınız kimi, çalışın özünüzə məğlubiyyəti də yaraşdırın. Çünki siz o qədər qalibiyyəti yaraşdırarsınız ki, axırda Allah eləməsin pis olar, məğlubiyyətlə rastlaşarsınız. Bu sizə çox böyük zərbə verər psixoloji cəhətdən. İkinci bir müddəam isə budur ki, özünüzün motivasiya qaynağı olun və ya başqalarından ilham alın. Bəli, mən bundan çox istifadə etmişəm. Məsələn, mənim belə otağımın divarları qızıl medal şəklidir, telefonumun üst qabığı qızıl medal şəklidir və ya oxuduğum kitabların içərisi qızıl medal sözlərlə doludur. Siz də özünüzə bu şəkildə motivasiya verə bilərsiniz və çalışın ki, ELFO qalibləri ilə söhbətiniz olsun. Siz onlardan, o cəmiyyətdən ilham alın, motivasiya alın. Yəni mən sizə bunda tövsiyə edirəm, hansı ki mənim istifadə etdiyim müddəalardır bunlar hamısı. Digəri isə hansı vəsaitlərdən istifadə edək? Təbii ki də dərsliklər. Tarix üzrə Respublika Fənn Olimpiadalarına hazırlaşmağın əsas məsələsi dərsliklər oxumaqdır. Dərslikləri bircə hər yerini oxuyursunuz. Şəklin altı olsun, mənbələr olsun, sarı yerlər olsun, hər yerini mütləq şəkildə nöqtə-bə-nöqtə oxumalısınız. Çünki ELFO sizi məhz o yerlərdən vurur, o yerlərdən zərbə endirir ki, uşaq yanında aciz qalsın, sual tapa bilməsin. Yəni budur. Ona görə də siz çalışın hər yeri oxuyun ki, suallar qarşısında aciz qalmayasınız. Və bu dərsliklərlə yanaşı, həmçinin orada əlavə ədəbiyyat var, hansı ki bu il salında ortaq türk tarixi. Sadəcə 150 pilot məktəbində tədris olmasına baxmayaraq salınmışdı və əksər buna hazır deyilik, mən qarşıyıq. Ona görə də bəlkə də yarım final balım daha çox ola bilərdi, onun yüzündən olmadı. Ortaq türk tarixi var, konstitusiya var, Qarabağ tarixi var, zəfər tarixi var. Proqramda bunlar var. Çalışın hər birinə diqqət edin. Oxuyun. Danışım birinci turdan. Birinci tur o qədər də çətin səviyyəli olmur. Yəni siz normal oxusaz kitabın hər yerini yaza bilərsiniz. Eyni şəkildə ikinci turda. Sadəcə ikinci turda kitabla yanaşı biraz da məntiqi işlədə biləcəyiniz suallar olur. Çünki orada çaşdırıcı suallar da olur. Final turu isə bu turlardan bir qədər fərqlidir təbii ki. Orada sizə sxemlər, cədvəllər, layihələr, akademik essilər, mənbə təhlilləri, bu kimi şeylər düşür. Siz onlara hazırlıqlı olmalısınız. Full savadla gedin 3-cü tura və sizə qalsın sadəcə taktikləri, teoriyaları öyrənmək. Bunun üçün də sizə yön vermək üçün də mütləq ya bir müəllimlə hazırlaşa bilərsiniz, müəllimdən dəstək ala bilərsiniz, ya da hər hansı bir qalibdən tövsiyələr ala bilərsiniz. Yəni mütləq şəkildə çalışın bu işdə tövsiyələr alın.
Çünki final turu bir qədər çətin turdur. Bu turda sizin savadınızla yanaşı bacarığınız, yaradıcılığınız da əsas ünsürlərdən biridir. Yəni istəyir mənim savadım aşsın, fışqırsın, fərqi yoxdur. Bacarığım, yaradıcılığım yoxdursa, final turunda qalibiyyət qeyri-mümkündür. Və bir məsələ də budur ki, sizi motivasiyadan salmağa çox çalışacaqlar. Çox deyəcəklər, ERF boş şeydir, orada medal qazanmaq olmur. Nə bilim, bu kimi şeylər çox deyəcəklər. Amma siz təbii ki, onları vecinizə almayacaqsınız. Çünki siz onları vecinizə alsanız məhv olarsınız. Bir sözlə bütün əziyyətinizi yerdə qoyarsınız. Ona görə də əsla və əsla onlara fikir vermirsiniz. Daha da hırslanırsınız ki, siz onlara bunun qeyri-mümkün olmadığını göstərəsiniz. Çünki mən əminəm ki, siz çox çalışsanız, bu yol sizin üçün heç bir şeydir. Və çalışın biraz özünüzü tam dərslərinizə verin, tənbəllik etməyin. Çünki bu yol çox məşəqqətli bir yoldur. Tənbəllik edənləri sevmir. Məsələn, nə bilim, bir müddət toy bisat nədir, qohum evi nədir? Nə bilim, olmasın da, bunları bir müddət təxirə salın. Sadəcə siz və kitablarınızdan ibarət dünya yaradın. Düz deyə, bəziləriniz bəlkə də mənə qarşı çıxır bu fikrimə, amma mən belə düşünürəm. Yəni bir müddətliyi olacaq da bu sadəcə. Bir müddət dözün, səbirli olun. Əminəm ki, sonunda nəticəsini görəcəksiniz. Belə dostlar, videom bu qədər idi. Bilmirəm, unutduğum, yadımdan çıxan nəsə oldu yoxsa yox. Yenə də nəsə sualınız olsa şərhlərə yazmağı unutmayın. Və short videoma baxmağı, abunə olmağı, like atmağı unutmayın.